Hoş gördük sizləri. Mən dəyərli izləyicilərim, hər birinizi salamlayıram. Allah hər birinizi var eləsin. Ev arasında olan bütün bacı qardaşlarımıza Allah dəstək evi kəsmək qismət eləsin. Dəyərli izləyicilərim, Buzovna Maçdağı yolu. Çox gözəl yerdən. Yoldan 50 metr, 60 metr aralı. 3 sotun içində Qopsalı. Biz həyətimiz satışa 2 mərtəbəli 210 kvadrat. 210 kvadrat, deməli 5 otaq. Çox gözəl evdir həqiqətən. Olmayanlara qismət olsun inşallah. Başlayaq həyətimizin təqdimatından. Ama burada arkasında da yeri var. Orada mangalimiz, yaşa zonamız. Burada filtrli havuzumuz var. Yəni bunun mülk sahibi tərəfindən dedi ki, nə lazımdırsa, yəni mən təmin edib verəcəm hər bir şey. Mazarkasından zabitə motorcalı uğraşdırıb verəcəm. Orada çöldə bir sanitar qovşağımız var. Bütün kanallarda qaydasındır. Qazı, suyu, işığı, optik interneti, hamısı. Keçin evimizin içindən sizlərə tanış edeyim. Özünüzlə bir baxın, qiymət verin. Bəyənməyi, takip atmağı da unutmayın dəyərli izləyicilər. Burada bizim evimizin girişi. Burada sağda bir qladovka düzəldibdir pləkanın altında. Artıq beşləri falan, kombi otağıcı da hamısı var burada da. Burada bizim stüdyo zaldır. Burada bizim mətbəximiz genişdir. Həqiqətən çox genişdir. İstəyir də kombi. Həyətdə qəşəng mənzərəsi var, işıqlıdır. Deməli dəyərli izləyicilər, birinci mərtəbədə bir yataq otağımız da var. Çox önəmlidir. Burada bir yataq otağımız. Birinci mərtəbədəki bu hamam otağı. Tam təmirli. Sənədimiz Qubsa. Çıxarış. Qiyməti də deyəcəm sizlərə, qalxaq ikinci mərtəbədə mən sizlərə tanış edim. Bu bizim ikinci mərtəbəmiz, dəyərli izləyicilər. Burada eyvanı da var. Ətrafdakı hamısı yaşayışdır. Yoldan da 50 metr aramız, 50-60 metr. Burada bir yataq otağı. Bu ikinci bir yataq otağımız yuxarıda. Bu da üçüncü bir yataq otağı. Bu da ikinci mərtəbənin hamam otağıdır. Demək gələn qiymətimizə. Qiymətimiz çox gözəl. İndirimli olan inşallah mülk sahibi tərəfindən. Qiymətimiz 208 min manat. Əgər müştəri gəlsin, yerinizi halallaşsın. Sonra nömrəmizdə qeyd edir 055 284 66 60. Nə satmaq istəsəniz bu nömrədə əlaqə saxlayın.